əsəbi olanda ağlayıram, amma içimdə saxlayıram, kədərlənirəm, ağlayıram, amma içimdə saxlayıram. Heç kimə heç nə demirəm. Nə olursa olsun ağlayıram, amma özümü içimdə yeyirəm. Bəlkə aylar keçəcək, bundan necə qurtula bilərəm? Bundan siz necə qurtula bilərsiniz? Ağlamağınızın səbəbi əsas nədir? Sizi bu qədər yaralayan nədir? Hansı mövzuda, hansı insanla əlaqədar olaraq siz belə incinmisiniz, yaralanmısınız? Təbii ki, dəstək, psixoloji dəstək almaq, təbii ki. Ağlamağın səbəbi, daima ağlayırsınız. Baxın, deyirsiniz ki, heç kəsə demirəm. Deməli, bölüşəcəyiniz, güvənəcəyiniz insan yoxdur. Bir də görürsünüz, bax, mənim pasientlərim arasında elə insanlar var. Qarşısındakı insan da qohumdur, tutalım da, bibi qızıdır, xala qızıdır, nə bilim, qohumdur, rəfiqədir. Bir neysə elə bir xüsusiyyət görür ki, davranışdır. Mən heç vaxt belə eləməzdim, mənim kimi deyil, mən dümdüzəm, mən beləyəm, mən eləyəm. O niyə belə deyil, deyir. Və gözləyir ki, çox ideal, belə mükəmməl bir insan olsun da, ondan sonra ürəyinin dərdini danışsın ona. Amma yəni insanlardan sən gec olur da elə bir insan sən həyatında rast gəlirsən ki, xasiyyətiniz oxşardır, çox şeylər tutur, çox anlayır səni, sən də onu. Yəni insan danışmıram deyir sizə. Bu söz neçə dəfə işlədilir? İnsanın ən çox ehtiyacı olan məhz ünsiyyətdir başqaları ilə. Sən sevincini də bölüşəsən, dərdini də bölüşəsən. Bax, burada ağlayıramdan çox önəmli olan tərəf. Danışmıram heç kəsə. Bax, budur. Heç kəsə hələ güvənməyən insan, sən heç kəsə güvənmirsən, sən heç kəsə bel bağlaya bilmirsən. Bu sizinlə də əlaqədar olan bir şeydir. Tək insanlarla əlaqəli bir şey deyil. Sizin güvəniniz haçansa çox bərk qırılıb, zədələnib, sizə verməyiblər. O tam qəbul olunma görməyən insan, şərtsiz sevgi görməyən insan, şərtsiz qəbul olunma əsas görməyən insan, anlaşılmayan insan. Bax, o insanlardan ya çox uzaqlaşacaq, ancaq öz içində hər şey yaşayacaq, ya da insanlar içində çox olacaq, amma hər zaman maskalı olacaq, heç vaxt ürəyini açmayacaq onlara. Amma bunları aşmaq da, yəni ən birincisi, ən gözəli, ən sizin üçün faydalısı təbii ki, yəni bu mənə müraciət eləsiz söhbəti deyil. Başa düşdünüz nə demək istəyirəm? Kiməsə, hansısa bir mütəxəssisə müraciət edəsiniz. Bir müddəti çox yox, bir müddət eləyin, bir baş açasınız, hansı istiqamətdə davam edəsiniz həyatınızı. Nələrə arxada buraxasınız, nələrə həbil yelkən açasınız, nələrə bir addım atasınız, nələri dayandırasınız. Bildiniz, bəzi şeylər var, bəlkə də anlayırsınız, yəqin ki var, amma ürək eləmirsiniz. Bilmirsiniz, birdən səhv eləyərəm. Burada insan çox ağlayanda bir də daxili konflikt də çox mümkündür ki var. Çox istəyirsən bir şey eləyəsən, həm istəmirsən eləmək, həm çox istəyirsən. Nə ona, nə buna qərar verə bilmirsən. Bu da insanı çox pis yeyir, bitirir. Çox pis insan daxilində zülm çəkir. Sən belə də eləyəmək istəyirsən. Məsələn də, bax, tutalım sevdiyin insan var, nümunə götürürəm. Sevməyinə sevirsən. Amma sən bilirsən ki, sən bununla bir arada olanda sənə çox ağırdır, çox çətindir. Tutalım narsistik xüsusiyyətlər var. Tutalım elə bir xüsusiyyətləri var ki, sən görsən məhv olursan bu insanla. Məhv olursan deyə sən bilirsən ki, getməyə qərar verməlisən. Getməyə qərar verə bilmirsən, çünki sevirsən. Bunu da elə bilmirsən, onu da elə bilmirsən. Amma ən gözəli burada konkret nə olursa olsun, bir dəfəlik qərar vermək. Çünki bir dəfəlik qərar vermək o xeyli sənin təşvişi, xeyli sənin kədərini, qüssəni azaldır. Xeyli. Və o qərarın sonra arxasında durmaq. Təbii ki, ən gözəli hər zaman sənin üçün, insanın özü üçün ən xeyirlisi, ən faydalısını seçməkdir.